Soyuducunuzda yaydan qalan vişnəniz varsa, bu videonu mütləq yaddaşa alıb hazırlayın. Qaba yumurtanın sarısı, şəkər tozu, tuz, xama, ərinmiş kərə yağı əlavə olunub qarışdırılır. Üzərinə qabartma un əlavə olunub xəmir yoğrulur. Yoğrulan xəmir soyuducuda 15-20 dəqiqə gözlədilir. Tavaya vişnə, şəkər tozu, qarğıdalı nişastası əlavə olunub ocağın üzərində qatılaşana qədər bişirilir. Yumurtanın ağı qaba əlavə olunur. Üzərinə vanil, şəkər tozu əlavə olunub, ağarıb qatılaşana qədər qarışdırılır. Üzərinə kəsmik əlavə olunur. Ankordan olan krem pendir əlavə olunub qarışdırılır. Sonda üzərinə qarğıdalı nişastası əlavə olunur. Qabın kənar hissələrinə xəmir hər bir tərəfinə yayılır, üzərinə vişnə əlavə olunur, sonda hazırladığımız kütləni əlavə edirik. Xəmirdən bir hissə saxlamışdım, onu isə üzərinə rəndələnib əvvəldən qızdırılmış sobada bişirilir. Bu da artıq hazırdır. Soyuducuda 4-5 saat gözlədib süfrəyə veririk. İnanın, o qədər ləzzətli oldu. Mütləq sizlər də hazırlayıb ağız dadı ilə nuş edin. Səhifəni takib etməyənlər takib alın. Yeni videolardan sizlər də xəbərdar olmuş olun. Hələlik.